İslam hər şeyə tolerantlıq adıyla qucaq mı açır? Başqa tanrılara qarşı hörmətsiz davranmağa qəti şəkildə etiraz edilir. Zorakılıq qarşı tərəfdə məcbur buraxıldığı dinə qarşı sevgi yaratmır. Uzaqlaşdırmır. Əslində özününkiləşdirərək yaxınlaşdırır və qucaqlayır. İslamda biz və onlar yoxdur. Eyni Adəmin, yəni eyni atanın, eyni ananın övladları vardır. İslam dininin təbliğ anlayışı kimisə özününkiləşdirmək deyil. Tolerantlıq İslam dininin özündə qaya parçası qədər möhkəmdir, heç bir şək şübhə qəbul eləmir. İnsanları iman gətirməyə sən mi məcbur edəcəksən? Dində məcburiyyət yoxdur. Başqalarına dözmək və onu görməzdən gəlmək deyil, onunla birlikdə iş görmək deməkdir. İnanaraq, əmin olaraq seçilən dinin şəxsin həyatındakı ömrü də uzun olur. İman nə ilə bağlıdır? Qəlblə, dillə deyib, qəlblə onu qəbul etməklə bağlıdır. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı efirdədir. Bugün tolerantlıq mövzusunu müzakirə eləyəcəyik. Qonağımız Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə doktoru Faiq Əhmədzadədir. Faiq müəllim, xoş gəlmişsiniz. Xoş gördük, Elisanla. Faiq müəllim, İslam təkcə səmanın son dini olmağı ilə deyil, həm də digər dinlər arasında başqa dinlərə, başqa inanclara tolerant münasibəti ilə daha çox seçilmişdir. İslam səmavi dinlər silsiləsində ən tolerant dindir desək, biz yanılmarıq. Buna baxmayaraq 21-ci əsrdə İslamofobiyanın artdığı bir dövrdə İslam haqqında subyektiv iddialar irəli sürülür və İslamın tarixən və indi tolerant olmayan din obrazı formalaşdırılır. Buna görə də biz istədik ki, sizinlə bugün belə bir mühüm mövzunu müzakirə eləyək. Tolerantlıq. İslamda tolerantlıq necə başa düşülür? Bu sadəcə qarşı tərəfə dözməkdir, yoxsa qarşı tərəfin bu və ya digər düşüncəni, inancı daşımaq hüququna hörmətdir. İslamda tolerantlıq necə öz əksini tapmışdır? Rəhimli və mərhəmətli Allahın adıyla, Elvüsal, mən çox təşəkkür edirəm dəvətiniz üçün. Bu aktual mövzulardan biridir. Çünki biz əsrlərdir İslam dini ilə bağlı istər Avropada, istər müsəlman şərqindən kənarda olan insanların İslama qarşı bir davranışı, bir tutumu olduğunu görmüş oluruq. Lakin biz dəfələrlə İslamın tolerant və yaxud da digər dinlərə qarşı hörmətlə yanaşan bir din olduğunu vurğuluyuruq. Bunu iki şəkildə başa düşmək olar. Dediyiniz kimi, İslam dözürmü, yoxsa o dinlərə qarşı mülayim münasibət bəsləyirmi? Bu da düşünürəm ki, tolerantlıq sözünün ilk işləndiyi tarixdən qaynaqlanan bir anlayışdır. Tolerantlıq sözü Alman şərqşünası, filosofu Nikolay Kuzalının İnananların Sülhü adlı əsərində ilk dəfə qeyd olunur və sanki tolerantlıq görməzdən gəlmək, izin vermək, davam etdirmək, fikir verməmək, laqeyd yanaşmaq kimi mənalarda işlənilir. Yəni, qarşısını alma və ya cəza vermə imkanı var ikən, bir şəxsin düşüncələrinə zidd olan fikirlərə dözümlü yanaşmaq kimi dəyərləndirilib. Lakin təbii ki, zaman keçdi. Bu, Elvüsal müəllim, onu da qeyd edeyim ki, ilk ortaya çıxanda xristiyan məzhəbləri arasındakı münasibətləri isitmək üçün işlənən bir termin kimi istifadə olunur.
Lakin təbii ki, zaman keçdikcə bəzi sözlərin məfhum olaraq mənası dəyişməyə başlayır və günümüzdə də tolerantlıq sözü sadəcə dözüm mənasında deyil, eyni zamanda qarşı tərəfə və ya özündən olmayan, öz dinindən olmayan digər şəxslərə qarşı mülayim davranmağa da gətirib çıxardır. Bu, təbii ki, İslam ənənəsində mötədillik anlayışını gündəmə gətirir. Mötədillik də ədalət sözündən gəlir. Orta yolu tutmaq, insanlara qarşı düzgün davranış tərzi sərgiləmək sözü ilə qarşılaşdırsaq, əsasən düzgün istiqamətdə olmaq və yaxud da soyuqqanlı olmaq, mülayim davranmaq, tarazlığı qorumaq kimi mənalarda işlənir. Bu ərəb sözüdür. Tolerantlıq isə Avropa sözüdür, bildiyimiz kimi. İslamdakı tolerantlıq anlayışı əslində tolerans sözünün ilk ortaya çıxdığı məfhumdan yola çıxaraq deyil, mötədillik anlayışından yola çıxaraq qəbul olunur. Çünki tolerantlıq İslama görə başqalarına dözmək və onu görməzdən gəlmək deyil. Onunla birlikdə iş görmək deməkdir. Onu qucaqlamaq deməkdir. O mədəniyyəti, o anlayış tərzini, o düşüncə fəaliyyətlərinə şərait yaratmaq deməkdir. Onu hansısa bir çərçivəyə salmaq deyil. Bunu biz Quran ayələrində də çox rastlaşaraq görürük ki, əhli kitabla evlənməyə icazə verilir. Əhli kitabla birlikdə oturun, yeyin, için deyə ayələr var. Məsələn, bu mənada götürsək, görürük ki, onu uzaqlaşdırmır. Əslində özününkiləşdirərək yaxınlaşdırır və qucaqlayır. Faiq müəllim, dediklərinizi belə xülasə etsək, belə başa düşürük ki, əgər tolerantlıq qərbdə son 100-150 ilin nailiyyətidirsə, üstəlik özgəyə dözməkdirsə, çünki qərb təfəkküründə öz və özgə var, biz və onlar var. Hə. Amma İslam dinində, İslamın yaranmasından etibarən tolerantlıq olmuşdur və üstəlik bu ehtiramı ifadə edir. Çünki İslamda biz və onlar yoxdur. Eyni Adəmin, yəni eyni atanın, eyni ananın övladları vardır. Çünki İslam bütün bəşəriyyətə eyni atadan gələn bir məxluqat kimi baxır. Ona görə də İslamın yanaşmasında biz və onlar deyil, biz vardır. İslamın yanaşmasında dözmək deyil, ehtiram vardır. İslamın yanaşmasında əlbəttə ki, qarşı tərəfin bu və ya digər inanca sahib çıxmaq və yaxud o inancı daşımağına olan bir ehtiram vardır. Hətta dəstəkləmə də vardır. Dəstəkləmək də vardır. Faiq müəllim, biz çox danışa bilərik ki, İslam tolerant dindir. Tarixən bizdə tolerantlıq olmuşdur. Biz tolerantlıq məsələsində bəşəriyyətə dərs keçirik. Bunlar adi müddəalar olaraq da qala bilər. Biz bu müddəaları isbatlamalıyıq. İslamın ana kitabında, Quran-ı Kərimdə, yaxud İslamın Peyğəmbərinin həyatında və ya uzun əsrlik İslam tarixində tolerantlıq necə öz əksini tapıb? Həqiqətənmi kitabda, Peyğəmbərin həyatında, uzun əsrlik İslam tarixində tolerantlıq bütün parlaqlığı ilə əks olunmuşdur? Əlbəttə ki, Elvisal müəllim, bir dini öyrənmək istəyiriksə, onun kitabına, onun praktikasına baxmağımız labüddür, vacibdir və biz də əvvəlcə hara baxa bilərik? Bu dinə aid olan müqəddəs kitaba müraciət eləməliyik. Biz Quran-ı Kərimin Allahdan gəldiyinə inanırıq, müsəlman olaraq və Quran-ı Kərimin də ən gözəl tətbiqçisi sadəcə Məhəmməd Peyğəmbərin olduğunu düşünürük və digər səhabələr də Məhəmməd Peyğəmbərdən Quranı necə tətbiq etmək lazımdır, bu məsələlərə daha çox agah olub, onun izindən
getdikləri üçün bizim üçün də o səhabələr də nümunədir eyni zamanda. Belə bir Yunus surəsinin 2-ci ayəsi var. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Demək ki, Allah kimisə nəyəsə məcbur eləməyi düşünmür. Yəni, hamınız iman edin deyə bir əmr etsə, kim ona qarşı çıxa bilər və yaxud da kim imansızlıq eləyə bilər? İnsanlara iradə verir. Bu onu göstərir, sadəcə başqa din deyil. Yəni, dinini qəbul etməyən, Allahı qəbul etməyən insanlara qarşı da əslində bir yumuşaq davranış hiss olunur. Məcburiyyət anlayışı olmur burada. Və insanları iman gətirməyə sən mi məcbur edəcəksən deyə Məhəmməd Peyğəmbərə də bir sualla müraciət edir. Yəni, Faiq müəllim, üzr istəyirəm. Bu dinin sahibi olan Allah, bu dini insanlara çatdıran Peyğəmbər zoraki yollarla, məcburiyyətlə insanların inanmalarının tərəfdarı deyildir. Deyildir, bəli. Başqa bir ayədə bilirsiniz ki, bütpərəstliklə bağlı eynən bir çox ayələr var və bütpərəstlikdə heykəlləri tanrılaşdırırdılar. Bəzi səhabələr o heykəllərə qarşı təhqiramiz ifadələr işlədirdi və Quran ayəsi bunun qarşısını aldı. Bir ayə nazil olaraq Ənam surəsi 108-ci ayədə buyurur ki, Uca Allah, Allahdan başqalarına tapınanları, ibadət, itayət edənləri söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin huzuruna qayıdacaqlar. Burada da görürük ki, başqa tanrılara qarşı hörmətsiz davranmağa qəti şəkildə etiraz edilir Quran-Kərimdə. Bütpərəstliyə belə. Halbuki ən böyük mübarizə bütpərəstliklə olub Məkkədə. Görürsünüz, Elvisan müəllim, bu ayələri görməzdən gəlib, İslamı nə şəkildə başqa dinlərə məcbur eləyən bir din kimi göstərmək olar? Bu, yəni, hansı məntiqin nəticəsi ola bilər? Ancaq qərəzlilik. Bəli. Peyğəmbərin həyatından da bir-iki nümunə edeyim. Çünki Peyğəmbər həyatını da soruşdunuz. Peyğəmbər sallallahu aleyhi və səlləm bir Yahudi cənazəsi keçərkən ayağa qalxır. Deyirlər ki, axı Yahudidir o, niyə ayağa qalxırsan? Səhabələr soruşur. Ona olan ehtiramı göstərir. Ona olan hörməti göstərir və Yahudi olsa belə, yəni öz dinindən olmayan biri belə olsa, oradan bir cənazə keçir və o adam sonraki axirət dünyasına gedir. Son mənzilə yola salarkən o cənazəyə hörmətlə yanaşdığını göstərir burada. Və yaxud da Məhəmməd... Üzr istəyirəm, Faiq müəllim, hətta orada o sizin dediyiniz faktda belə bir hissə də var ki, deyirlər ki, o filan qəbilədən olan Yahudidir. Niyə ayağa qalxırsan? Deyir ki, əleysə nəfsən insan deyilmi? Bəli. Bəşər deyilmi? Bəli. Və yaxud da İslam dinində şəriət qaydalarının içərisində zəkatı, ayədə də keçir bu. Zəkatı verilən şəxslər və zəkat və ya sədəqənin verildiyi şəxslərdən bir də müəlləfə-i qulubdur. Bəli. Müəlləfə-i qulub kimdir? İslama qarşı sərt münasibət bəsləməyib, onunla döyüşməyən, amma İslam hakimiyyəti altında olan, çətinlikdə yaşayan qeyri-müsəlman şəxslərə belə zəkat və sədəqə verilir. Hansı dindən olursa olsun, hansı inancdan olursa olsun, Məhəmməd Peyğəmbər öz praktikasında o insanlara əvvəlcə insan kimi yanaşıb. Bəli. Və insanlıq nümunəsini göstərməyə çalışıb ki, bu da İslam dininin əsas prinsiplərindəndir. Uşaqlara dəyməyin, döyüşlərdə məsələn, xüsusilə vurğulayırdı. Yəni, özündən olmayan insanlar ona döyüş elan edəndə, savaş, müharibə olanda uşaqları və qadınları öldürməyin deyirdi. O ərazidəki ağacları kəsməyin deyirdi. Bunlar hamısı döyüşdə insan, bilirsiniz ki, Elvisan mənim, bütün kin, nifrətini o döyüşün içərisinə sirayət etdirə bilər. Əlbəttə, döyüşün təbiəti özü bunu tələb edir. Amma orada döyüşdən əvvəl xüsusilə onu vurğulayırdı və ondan sonra bütün müsəlman dövlətlərinə baxsaq, hansı şəhəri mühasirəyə alırdılarsa,
əvvəlcə oradakı insanlara 2 dənə seçim haqqı tanıyırdılar. Ya müsəlman olacaqsınız, bizimlə savaşmayacaqsınız, müharibə etməyəcəksiniz, ya da istəsəz çəkilib gedə bilərsiniz deyə bunu qəbul etməyəndən sonra müharibəyə başlayırdılar. Ya da cizyə ödəyəcəksiniz. Bəli. Ki cizyə də adi vergilərdən qat-qat ucuz idi. Cizyə haqqında daha çox da danışmaq olar, əlbəttə. Faiq müəllim, əlbəttə ki, biz Peyğəmbərimizin həyatındakı o tolerantlığa dair tabloları Qurani-Kərimdə başqa din mənsublarına olan münasibəti nəzərə aldıqda görürük ki, tolerantlıq İslam dininin özündə qaya parçası qədər möhkəmdir, heç bir şək şübhə qəbul eləmir. Ümumiyyətlə, yenə Qurani-Kərimdə Allah Teala deyir ki, mən Adəm övladını hörmətli, izzətli etdim. Əhsənul xaliqin. Bəli, hörmətli və kərramnə bəni Ədəm. Demir hansısa mömini, müsəlmanı, xristiyanı, yahudini, deyir ki, insan oğlunu hörmətli, izzətli etdim. Yəni, insan yaradılışı etibarilə ilahi dərgahda hörmət, izzətə sahibdir. İnsan hörmətli, ehtiramlı varlıqdır. Əgər biz inancına görə, inanc seçiminə görə ona təzyiq göstərsək, onu alçaltsaq, Quranın insan oğluna bəxş etdiyi bu statusla ziddiyyətə düşərik. Yəni, Quran deyir ki, ey insan oğlu, sən hörmətlisən, izzətlisən. Birisi də digər tərəfdən çıxaraq, sən filan dininə görə beləsən, beləsən, dinivi dəyişməlisən, yoxsa bu cür olacaq. Əlbəttə ki, bu cür yanaşma Qurani-Kərimin insan oğluna qazandırdığı hörmət, izzət statusu ilə ziddiyyət təşkil edir. Bilirsinizmi, Elvisal müəllim, psixoloqların da dediyi bir şey var. İnsanı bir şeyə məcbur eləyəndə mənliyini qoruma instinktinə malikdir. Onu o anda qəbul eləmiş ola bilər. Amma əslində içərdən qəlbən ona etiraz eləyər ki, İslam da buna tamamilə qarşıdır. İman nə ilə bağlıdır? Qəlblə, dillə deyib, qəlblə onu qəbul etməklə bağlıdır. Əgər birini məcbur eləsək, bu İslamın təməl taşı olan prinsiplərinə zidd olar. Zorakılıq qarşı tərəfdə məcbur buraxıldığı dinə qarşı sevgi yaratmır. Əksinə riyakarlığa səbəb olur. Əlbəttə. Yəni, kimisə məcburən müsəlman etməyə çalışsaq, xristiyan etməyə çalışsaq, yahudi etməyə çalışsaq, biz əslində riyakarlar ordusu formalaşdırırıq. Amma din nə deyir, İslam nə deyir? İnsanlar Allaha, Peyğəmbərə, ilahi sözə içdən gələn qənaətlə iman gətirməlidirlər. Faiq müəllim, Qurani-Kərimdə belə bir ayə var. Və bu ayə İslam tolerantlığının rəmzi hesab olunur. Və İslam tolerantlığı dedikdə məhz bu ayə bizim yadımıza düşür. Dində məcburiyyət yoxdur. Lə ikrahə fiddini. Baxın, Faiq müəllim, mən istəyərdim ki, bu ayə necə meydana çıxdı? Hansı səbəblə Allah bu ayəni nazil etmişdir? Və bu ayə indiki dövrdə bizə hansı mesajları ötürə bilər? Lə ikrahə fiddin ayəsinin davamında da qad təbəyyənə rüşdü minəl qay. Yəni, doğru, yanlış artıq ortadadır, agah olmuşdur. Yəni, insanlar bundan sonra özləri seçsinlər mənasında. Ümumiyyətlə, İslam dininin təbliğ anlayışı kimisə özününkiləşdirmək deyil. Kimisə sən məndən olmalısan, mənim anlayışım içərisində yaşamalısan düşüncəsi deyil. İslam dininin bütün bu danışdıqlarımızın arxa planına baxsaq ki, və o ayə məşhur ayə deyə bildirmədim, yaxşı ki, onun üzərinə ayrıca bir sual qoymusunuz. Və bu ayəyə baxsaq, İslam demək istəyir ki, hər şeyi ağılla və qəlblə ölç-biç, o şəkildə qəbul et. Və İslamın təlim anlayışının içərisində də biz görürük ki, bayaq dediyim ayədə onlarla gözəl sözlərlə danış, xoş sözlə öyüd nəsihət ver. Bu
öyüd nəsihət sayəsində insan yaxşı ilə pisi görə bilər. Onun fərqini hiss eləyə bilər. Artıq bundan sonrası insanın özünə aiddir. Özü seçə bilər. Lə ikrahə fiddin ayəsinin bir çox səbəb nüzulu var. Bir neçə daha doğrusu səbəb nüzulu var və qeyd edirlər ki, bəzi insanları zorla bu dinə qəbul etdirmək çərçivəsində bu ayədə nazil olub ki, burada zorla qəbul etdirmək anlayışı olmamalıdır. Bu müsəlmanın getdiyi bir yolun xüsusiyyəti deyil. Ona görə də təlim prosesini Quran-ı Kərimdəki ayələrə nəzər yetirsək, 3 əsas prinsip üzərinə qurur. 1. Quran 3 əsas prinsiplərində qurur. Ayələrin hamısını bu mötədillik və tolerantlıqla bağlı ayələri, yəni məcbur etməmək deyək, ilə bağlı ayələri gözdən keçirsək, hamısını 3 əsas prinsip üzərinə qurur. Birincisi, inancı qəti şəkildə ifadə edən mütləq dəlili ortaya qoymaq. Yəni, sən inandığın din, məsələn, bütpərəstlikdirsə, bu bütpərəstliyin sənə nə kimi bir faydası və ya zərəri olar, onu izah elə deyir. Bu anlayış əslində, bu tamam başqa bir mövzudur. Təbii ki, ayrı bir verilişin mövzusudur. Uşaq tərbiyəsində də istifadə olunur o. Uşağa yaxşını və pisi göstərərək, qəti dəlillər ortaya qoyaraq izah eləmək. Yoxsa məcbur edərək o anda etməz, amma sonra istədiyini etmiş olar. Və burada da buna da hikmət adı verilir. Onları hikmətlə dəvət et. Yəni, açıq-aydın dəlillər qoy ortaya. Ağıllı insan dərk eləyəcək və o şəkildə davam eləyəcək, dini dəyişdirəcək və yaxud da olduğu kimi qalacaq. 2. İnsanı düşüncəyə sövq edən və onu razı edən dəlillər. Bunlar da öyüd nəsihətlərdir. Və öyüd nəsihətləri bu səfər necə izah eləmək lazımdır? 3-cü təlim metodu da qarşı tərəfi dəlilsiz qoyan, susturan dəlillərdir. Susturmanın 2 metodu var. Ya bir şiddət göstərərsiniz, danışma, sən bilmirsən deyə adam məcbur eləyərsiniz ki, buna inan. Ya da ki, ona yəni səs-küy salaraq bir şeyi məcbur eləyərsiniz. Ya da ki, ona ağla və məntiqə uyğun yollarla müzakirə etməyə dəvət edərək, onu dəvət edərək bu metodu ortaya qoya bilərsiniz. Yəni, susturma və yaxud da dəlilsiz buraxma metodu. Buna da Quran-ı Kərimdə bayaq Nəhl surəsi 125-ci ayədə vurğuladığım kimi ən gözəl formada deyə ifadə işlənir. Ən gözəl formada müzakirə etmək. Biz görürük ki, İslamın tarixində əsasən bu 3 metod işlənir. Faiq müəllim, siz əsaslandırıcı, düşündürücü və qane edici dəlillərdən danışdınız. Quran bu üslubdan istifadə edir. Əsaslandırıcı arqumentlər təqdim edir, düşündürücü arqumentlər təqdim edir və bir də inandırıcı, qənaətbəxş arqumentlər təqdim edir. Əlbəttə ki, dini maarifçilik, dinə çağırış işi təhkimçiliyə, icbariliyə əsaslanmamalıdır. Əslində, əksinə, rasional arqumentlərə əsaslanmalıdır və burada inandırma əsas götürülməlidir. Belə olduqda, əlbəttə ki, qarşı tərəf öz iradəsi ilə, öz istəyi ilə bu və ya digər inanc üzərində dayanacaq və öz seçimini edəcəkdir. İnanaraq, əmin olaraq seçilən dinin şəxsin həyatındakı ömrü də uzun olur. Tolerantlıq mücərrəd anlayış deyil. Tolerantlıq hər şeyi qəbul etmək mənasına da gəlmir. Ümumiyyətlə, mütləq surətdə tolerant olmaq mümkündürmü? Yaxud İslam hər şeyə tolerantlıq adı ilə qucaqmı açır? İslamdakı prinsiplərlə tolerantlıq təlimi necə tənzimlənir?
Qərbin azadlıq anlayışı ilə İslamın verdiyi azadlıq anlayışını müqayisə edərək bu suala cavab vermək istəyərdim. Qərbdəki azadlıq anlayışı başqasına zərər vurma, nə istəyirsən eləyə bilərsən anlayışıdır. İslamın azadlıq anlayışı isə başqasına və özünə zərər vurmamalısan. Özünə də zərər vurmamalısan. Digər dinlərdən olsalar belə insanlar özlərinə zərər vura biləcək, özlərini başqalarının yanında aşağı sala biləcək şeylərdən uzaqlaşdırmağa çalışır. Mənəvi anlayışa daha çox üstünlük verməyə çalışır İslam dini. Ona görə də İslam dininin tolerantlıq düşüncəsi sadəcə yəni bu dindən sən nə istəyirsən eləyə bilərsən anlayışına dayanmaz. Çünki əgər bir cəmiyyət varsa, o cəmiyyətdə hər kəs müxtəlif anlayışa sahib olsa da birlikdə yaşayırlar. Bir-birlərinə və eyni zamanda özlərinə zərər vura biləcək bir vəziyyətdə olmamalıdırlar. İslam dediyiniz kimi tamamilə sərbəstlik vermirdi. Tolerantlıq deyəndə tamamilə istədiyiniz hər şeyi eləyə bilərsiniz anlayışı qəbul edilməzdir. Bu, ən demokratik ölkələrdə belə qəbul edilməzdir. Əgər bir qeyri-müsəlman cinayət işləyirdisə, mən qeyri-müsəlmanam, bizim dinimizdə bu cinayəti işləmək olar anlayışı doğru hesab edilməz. Onun öz dininə uyğun olaraq cəza kəsilərdi. Məsələn, adam oğurluq eləyirdisə, İslam şəriətinə görə deyil, öz dininə uyğun bir anlayış tərzi ilə ona cəza kəsilərdi. Nəticədə tolerantlıq hər şeyi etmək demək deyil. İslam anlayışında. İnsan ümumiyyətlə mütləq mənada tolerant da ola bilməz. Çünki əlbəttə, insan müəyyən prinsipləri, duyğuları olan varlıqdır. Məsələn, elə anlayışlar vardır ki, biz orada həmin anlayışlar pozulduqda qarşı tərəfdən tolerant münasibət gözləyə bilmərik. Tolerantlıq iki məsələ ilə də əlaqəlidir. Biz bir şeyin qəbul edilməz olduğunu deyiriksə, onu qarşı tərəfə əsaslandırmalıyıq. Nə üçün bu şey doğru deyil? Əgər qarşı tərəfdə bununla qane olursa, əlbəttə ki, bizdən ona qarşı tolerant davranmağı gözləməməlidir. İkincisi, sizin də dediyiniz kimi zərər prinsipidir. Əgər bu və ya digər fərdin davranışı istər fiziki müstəvidə, istər mənəvi müstəvidə ətrafa zərər vurursa, əlbəttə ki, o zərərlə təmsil olunan davranış, danışıq olsun, ona qarşı biz tolerant davrana bilməyəcəyik. Pis yol göstərirsə, İslam buna qətiyyən qarşı. Əlbəttə, çünki İslam yaxşıları, pisləri, doğruları, səhvləri müəyyənləşdirən bir sistemdir. Ümumiyyətlə, bütün dünyəvi sistemlərdə də belədir. Yaxşı var, pis var, doğru var, yanlış var. Ona görə də fikrimcə tolerantlıqdan sui-istifadə eləyərək biz yaxşını, pisi yaxşı ilə əvəz eləyə bilmərik. Yaxud yaxşı adı altında pis işlər görə bilmərik. Faiq müəllim, əlbəttə ki, Azərbaycan cəmiyyəti bu gün də özünün tolerant mühiti ilə, tolerant keyfiyyətləri ilə dünya təcrübəsində nadir yerə sahibdir. Bizdə tarixən məscidlər, sinagoglarla, məscidlər, kilsələrlə yanaşı fəaliyyət göstərmişdir. Əlbəttə, bütün müsəlman dünyasında belədir, amma Azərbaycanın öz ayrıca yeri vardır. Və heç vaxt bizdə insanlar dini mənsubiyyətə görə bu və ya digər təzyiqə yaxud fərqli münasibətə məruz qalmayıblar. Bax, müəyyən qərb ölkələrində İslama qarşı artmaqda olan İslamofobiyaya münasibətdə Azərbaycanın tolerantlıq modeli, bax, o cür İslamofobiyanın ifşa edilməsində yaxud əsl dinlər arası tolerant mühitin ümumdünya müstəvisində formalaşmasında hansı rol oynaya bilər? Biz bu Azərbaycan modelini
daha çox təbliğ etməliyikmi? Daha çox çatdırmalıyıqmı? Elvisal müəllim, Azərbaycan deyərdim ki, dünyada tək-tük ölkələrdəndir ki, bu tolerantlığı dünyaya nümunə olaraq göstərmək olar. Bəli. Azərbaycanda tarixən də əsrlərlə xristianlarla müsəlmanlar yan-yana yaşayıblar. Bir kənddə xristianlar yaşayıb, məsələn, İsmaillidə İvanovka kəndi var. Hər kəs bilir. Çox rahat bir şəkildə orada xristianlar öz dininə, inanclarına sahib çıxıblar və heç bir ətrafdakı müsəlman kəndindən kimsə gəlib onlara nəyisə məcbur eləməyib. İstər ibadət yerləri olsun, istər şəxs fərd olaraq olsun, Azərbaycan həm dövlət olaraq, həm millət olaraq, vətəndaş olaraq digər dinlərdən olan insanların dininə, inancına, həyat tərzinə, bayramlarına belə hörmətlə yanaşır. Xatırlayırsınızsa, çox uzaq keçmiş deyil, 20-30 il bundan əvvəl hətta xristian və ya rus olan qonşularımızla Pasxa bayramını və ya Novruz bayramını biz qarşılıqlı keçirərdik, hədiyyələşərdik. Məsələn, bu nəyin göstəricisi? Bunu heç kim bizim məcbur etmirdi buna. Biz içimizdən gəldiyi üçün bunu edirdik. Bu da nəyin göstəricisidir? Azərbaycan bu mənada kiminsə inancı ilə bağlı problem yaşamır. Təşəkkür edirəm Faiq müəllim, gəldiniz. Maraqlı söhbətinizlə bizim verilişimizə zinət qatdınız. Təşəkkür edirəm. Əziz tamaşaçılar, tolerantlıq hörmətdir, ehtiramdır. Tolerantlıq İslamda ona görə möhkəmdir ki, bu din bütün bəşəriyyətə vahid atanın övladları kimi baxır. Bu din bütün dinlərin mənşəyini eyni götürür. Bütün dinlər Allahdan gəlmişdir. Və nəhayət, İslama görə inanmaq, azad formada seçim etmək məsələsidir. Madam ki, insanlar azaddırlar, onların seçimlərinə də hörmət etmək lazımdır. Əlbəttə, tolerantlıq qarşı tərəfin seçim etmək hüququnu qəbul etməkdir. Amma eyni zamanda tolerantlıq qarşı tərəfin mənəvi və maddi zərəri ehtiva etməyən məsələlərdə seçim etməsinə hörmət göstərməkdir. Allaha əmanət olun.